İmam Rıza əleyhissalamın əziz oğlu İmam Cavadın şəhadəti münasibətilə bütün siz əzizlərimə başsağlığı verirəm. İmam Cavad buyurur, hər kəs Allaha təvəkkül edərsə, Allah onun bütün çətin işlərində əlindən tutar. Quran ayəsi də buyurur, və mən yətəvəkkəl alallah fəhuvə həsbuh. Hər kəs Allaha təvəkkül etsə, Allah ona kifayətdir. Allah və Peyğəmbərlər, bütün imamlar, hamı bizi təvəkkül etməyə dəvət edir və bizi təvəkkül etməyə dəvət etməklə iş görməyə də təşviq edirlər. Bəzən insan boş təvəkkül etməklə bir məqama yetişə bilməz. Təvəkküllə hərəkət bir yerdə olmalıdır. İnsan özü addım atmalıdır, özü işlər görməlidir. Bununla yanaşı Allahına da təvəkkül eləməlidir. Bu şəhadət günləri münasibəti ilə başda İmam Zaman, İmam Rıza olmaqla hər birinizə başsağlığı veririk. Allah əzadarlıqlarınızı qəbul etsin.